Deməli, keçən dəfə Word-un tablarından suallar vermişdi. İndi nə edəcəyik? Yəqin ki, testlər işləyibsiz. O əlavə tapşırıqlar, klaviatur kombinasiyaları da, reference review, view-dan olan sualları işləmisiniz də. Onların cavablarını, Bəli. o cavablarını deyim, yoxluyun. Bu arada onu deyim ki, bəzi cavablarda səhvliklər ola bilər. Şübhələndiklərinizi deyin, düzəldəcəyik. Yaxşımı? Ya da bir-birinizə belə də eləyə bilərik. Gəlin belə eləyək, ən yaxşısı. Açım sualı, oxuyum, cavabını verim. Vəbşə şübhə də qalmasın, nə də qalmasın, sual da qalmasın. Olurmu? Tabii, nədən də olmasın. Açıram, görün burada nə var, nə yox. Deməli, bizim həmin o suallar. Burada open. Deməli, vermişdim hangilərini cədvəllərlə iş keçən dəfə idi. Layout dizaynı da əvvəlcədən keçmişdi, elə deyilmi? Reference mailings review. Bunlar idi, elə deyil? Bunlar idi. Bəli. Yaxşı, başlayaq işimizi görməyə. Demək, ekranı paylaşıram şimdi. Şimdi bana kaybolan yollar. Hə, ekran görünür? Görünür. Başladıq. Deməli, birinci sualımızda deyir, aşağıdakı şəkil hansı tabın qrupudur? Arkadaşım, Table of Contents təbii ki, references tabının qrupudur. Belə birinci qrupudur. 2. Word 2019 mətn prosesorunda mündərcət yaratmaq üçün istifadə edilən əmr hansıdır? Təbii ki, Table of Contents'dir. Yəni C variantı. 1-də B oldu, 2-də C. 3-ə baxırıq. Verilmiş fraqment reference tabının hansı qrupuna aiddir? Ya burada ipucu ilə update table'dır. Çünki Table of Contents qrupundadır. Zaten yuxarıda görürsünüz. Amma yəni ayrıca düşəsi olsa table'dan bilirsiniz, Table of Contents qrupuna aiddir. So the references, citations and bibliography. Bibliografi hansı funksiyanı yerinə yetirir? Bilirsiniz ki, sənəddə istifadə olunmuş mənbələri bizi əlavə eləyir də, yəni ədəbiyyat siyahısını verir. Deməli, mənbənin yazı üslubu yox, qeyd olunmuş mətni yox, şəkil cədvəli yox, sənədə istinad verilmiş bütün mənbələri əlavə edir, yəni E variantı. 5. Word proqramında mündərcət hazırlamaq üçün hansı variant düzgündür? Mündərcət Table of Contents adlandığına görə elə B variantı doğru cavabdır. 6. Etiketlərin yaradılması və çapı üçün hansı istifadə olunur? Arkadaşım, etiketlər A variantındadır. Sonra 7. Aşağıdakı şəkil hansı tabın qrupudur? Bu review tabının qrupudur. Proofing qrupu review tabına aiddir. 8. Sənəddə sözlərin altına qırmızı dalğa xəttin çəkilməsi orfoqrafik səhvi göstərir. Yəni B variantı. 9. Sənəddə sözlərin altına göy düz xəttin çəkilməsi o da qrammatik səhvi göstərir. Yəni A variantı. 10. Word 2019 mətn prosesorunun sözün altında qırmızı dalğa xətt hansı mənanı? Yenə də eyni sualdır. Orfoqrafik olaraq səhvdir. C variantı. 11. Word-də mətndə sözün altından qırmızı dalğa xətt ya eyni sualdır. Eyni sualdır. Nədir? Söz orfoqrafik olaraq səhvdir. A variantı. Sözdə orfoqrafik səhv var. 12. Word-də orfoqrafiya ilə bağlı əmrlər hansı tabda yarışır? Təbii ki, review tabında, proofing qrupundadır. 13. Word-də qrammatik səhvlər göy düz, orfoqrafik səhvlər qırmızı dalğalı xəttlə göstərilir. Deməli, A variantı doğru cavab variantıdır. 14. Hansı lent başlayan əmrlərindən istifadə etməklə yazının düzgünlüyünü yoxlamaq, şərhlər əlavə etmək mümkündür? Düzgünlüyü yoxlamaq, şərhlər əlavə etmək təbii ki, review-dadır. 15. Word 2019 mətn faylında sözün altından çəkilmiş göy düz xətt hansı mənanı verir? Sözün altından göy düz xətt çəkibsə də qrammatik olaraq səhvdir. 16. Verilmiş fraqment hansı lent tabına aiddir? Arkadaşım, bu da review aiddir. Kommentlərin qoyulması, ləğv olunması, əvvəlkinə sonrakən keçid. 17. Aşağıdakı hansı doğrudur? Birinci əmr nədir? Spelling and grammar əmridir. Elə A variantı doğru variantdır. 18. Aşağıdakı hansı review tabına aid deyil? Arkadaşlar, deməli review tabına aid olmayanlar. Burada
Bu deməli word count-la spelling and grammar-dır. Bu birisi deməli nədir? Language-la bağlı olan bir şeydir. Bu birisi compare-dır. Bu isə nədir? Deməli, bu reader-la bağlı olan bir şeydir. Yəni səsləndirmə, mətnin səsləndirməsilə bağlı olan bir funksiyadır. Ona görə də burada A variantı review tabına aid deyil. Deyəcəz hansı taba aiddir? Ondan bir dənə view-da var idi. Çünki bir dənə read aloud var, bir də immersive reader var. İndi 2019-da birazca fərqlidir. Bu immersive reader-dır. Review-da isə read aloud var. Read aloud-la immersive reader-ın fərqi nədir? İkisinə də mikrofon işarəsi var. Immersive reader-da kitabın üzərindədir mikrofon. Read aloud-da isə A hərfi elə bir qışqırır. Belə bir şey var. Ona görə də nədir? Ee, Dediyimiz kimi A variantındakıdır. Buradan qurtardı suallar. Keçdik nəyə? View tabına biz baxmışdıq, yoxsa baxmamışdıq? Yox, mən deməyibsiniz, indi deyəsiz Hə, indi cavabdan. deyəcəm, yaxşı. Çünki view-nu biz sizə birinci keçmişəm, ona görə soruşdum, birdən baxmış olaraq təzədən baxmayaq. Bax, deyir, uyğunluğu müəyyən edin. Print layout. Lent interfeysi gizlənmə arkadaşım read moda aiddir. Deməli, 2A-ya aiddir. A 2-yə aiddir. Düzdürmü? Bu rejimdə sənin başlayan mətni öz tərkibinə yığır. B isə 4-ə aiddir. Yəni 4-də B olmalıdır, 2-də A. Bir də A-nın bölümündə burada E olduğuna görə bir də baxım görüm E nədir? E-də deyir bu rejimdə heç bir xəttkeş görünmür. Şəkillər isə görünür. Bu da read moda aiddir. Yəni bu da nəyə aiddir? 2-yə aiddir. Read mode xəttkeşlər görünmür, şəkillər görünür. Eyni zamanda lent interfeysi gizlənir. 2AE olanları yadda saxlayın. Zaten 2AE olan 3 dənə var. 4-ün B olduğu da 2 dənədir. A ilə C-nin üzərində gedəcəyik. Üçüncü, C bu sənəd, bu rejimdə sənəd web səhifə kimi web layoutdan söhbət gedir. 3-ə C-dir uyğun gələn. C variantında isə 3-ə F ilə G yazıbdır. A variantı qalacaqdır əlimizdə. Sonra burada G-də nə yazıb? Bu rejimdə sənədin hər iki xəttkeş görün print layoutdur. 1-ə G uyğun gəlir. Qutar getdi arkadaşlar. Burada bir məna olaraq A variantı doğru cavab variantıdır. 2-də deyir Word 2019 proqramında sənədin başlıqları həmin başlıqlara aid olan mətn hissəsini öz tərkibinə yığa bilir. Bu outline rejimidir. Başlıqlar mətni öz tərkibinə yığır outline rejimində. Burada bir dənə başlıq göstərim sizə. Məsələn, buraya başlıq 1. Buraya yazın mətn. Mətn yox, mətn. Sonra yazan başlıq 2. Buraya yazan mətn yenə. İndi baxın, buranı təbii ki, seçəndən sonra stylesdan heading eləyirəm. Bunu da heading edirəm, başlıq olsun da. Və baxın, view-dan gələndə outline rejiminə, bax, başlıq gördünüz, mətni öz tərkibinə yığdı. Təzədən başlığa klikləyirsiniz, mətni çıxardır. Mən bilməm, kompüterdə yoxlayıbsınız, yoxlamırsınız. Sadəcə yoxlamaq həvəsi olmayanlar üçün bunu göstərirdim. Davam edirik. Üçüncüdə deyir, Word 2019 proqramında hansı görünüş rejimində lent görünməz olur. Arkadaşım, lentin görünməz olduğu bircə dənə rejim var. O da read moddur. Tam ekran oxuma rejimidir. Orada lent görünmür. 4. Word 2019 proqramı müəyyən əmrlər aracılığıyla makros vasitəsilə yazmaq üçün hansı əmrlər aracılığıyla istifadə olunur? View-dadır makros. View makros, record makro əmrindən istifadə edin. View makros qrupunda record makro əmrindən istifadə olunur. 5-ci, Word 2019 proqramında hansı görünüş rejimi yoxdur? Page break preview deyilən görünüş rejimi Word-da yoxdur. Sonra 6. Word 2019 mətn prosesorunda sənədin ən böyük miqyası 500%-dir, yəni D variantı doğrudur. 7. Word 2019 mətn prosesorunda sənədin ən kiçik miqyası nə qədərdir? Ən kiçik miqyas isə 10%-dir. Bu əmrlərdən hansı Word 2019 mətn prosesorunun view tabına daxildir? Immersive Reader var. Bu var. Auto Text
Təbii ki, autotext nədir? View tabının əmri deyil. Macros view tabındadır. Outline görünüş rejimi view tabında. Switch Windows view tabındadır. Sonra 9. Mouse'un sol düyməsinə New Window əmrinin üzərində vurduqda nə baş verir? Heç nə, cari sənəd yeni pəncərədə açılır. Eyni Word sənədi yeni pəncərədə açılır. Yəni B variantı. 10. Göstərilmiş əmrin funksiyası nədir? Bu nə üçündür? Bu miqyas dəyişdirmək üçün dialoq pəncərəsini açır. Bax, budur. Bu rejimdən çıxaq outline-dan. Bax, view-ya baxın. Bax, zoom, zoom. Görürsünüz? Zoom. Dialoq pəncərəsini açdı. Sonra 11. Verilmiş əmrlər lentin hansı tabına aiddir? Təbii ki, view tabına aiddir. Adlarından görünür. Zoom görünüş rejimidir. 12. MS Word 2019-da hansı görünüş rejimi üfüqi xəttkeş görünmür? Baxın, üfüqi xəttkeş görünmür. Deməli, print layoutda hər iki xəttkeş görünür. Təbii ki, xəttkeşlər aktivdirsə, xəttkeşi deaktiv eləyəndə zaten görünməz, amma aktivdirsə də print layoutda üfüqi xəttkeş də görünəcək, şaquli xəttkeş də görünür. Outline-da nə üfüqi xəttkeş görünür, arkadaşım, nə şaquli xəttkeş görünür. Web layoutda üfüqi görünür, şaquli görünmür. Read modda heç bir xəttkeş görünmür. Draft rejimində üfüqi görünür, şaquli görünmür. Yəni, bir də outline-la read moddur ki, ümumiyyətlə xəttkeşlər bizə görünmür. Yəni, E variantı doğrudur. 13-də deyir, Word mətn prosesindən səhifənin tam ekran görünüş rejimində görünməsini təmin etmək üçün hansı seçilməlidir? Tam ekran görünüş rejimi əlbəttə ki, read moddur. Read modunda düyməsi B variantında görünür. Və səhifənin struktur rejimində göstərilməsi D variantıdır, outline rejimini ifadə edir. Web səhifə görünməsi isə C variantında göstərilir. Beləliklə, bunu da cavablarını bildik. Sonra bir də nəyə baxmalıydıq, arkadaşlar? Klaviatur kombinasiyaları ilə. Deyər, Word 2019 proqramı sənədin 3 abzasından ibarət idi. Sənədin abzasları aşağıdakı şəkildədir. Arkadaşlar, baxın, ikinci abzası seçdik. Bax, bu abzası elə bir seçdik. Düzdür? Elə bu abzası seçdik. Sonra deyək, Ctrl-C basılır. Nə oldu? Kopyalandı. Kopyası getdi, hara düşdü? Mübadilə buferinə. Sonra deyək, üçüncü abzasının qabağına gətirdik. Sonra Ctrl-V əmrini yerinə yetirdik. Nə oldu? Üçüncü abzasın qabağına ikinci abzas bir də düşdü. Nəticə etibarilə 1, 2, 2, 3 alındı. Bax, dediyimi yadınızda saxlayın. 1, 2, 2, 3. Sonra üçüncü abzası seçdin. Üçüncü abzası yazılanı seçdin. Ctrl-X əmri icra edildi. Ctrl-X eləyəndə üçüncü abzası nə oldu? Bufer yaddaşa getdi. Amma kəsilərək getdi. Ekranda qalmadı. Qaldı 1, 2, 2. Sonra deyək, birinci abzas seçilmiş və Ctrl-V əmri icra edilir. Birinci abzası seçəndən sonra Ctrl-V basanda birinci abzas silinir, yerinə üçüncü abzas düşür. Nəticə etibarilə nə olacaq? 3, 2, 2 olacaqdır. A variantı doğru cavab variantıdır. 2. Kursor növbəti sətrə, abzasa yox, keçirmək üçün nə edirsən? Shift Enter istifadə edirsən. Uyğunluğu müəyyən edin. Copy Ctrl-C-dir, Cut Ctrl-X-dir, Paste Ctrl-V-dir. Yəni, birinci A-dır, ikinci C-dir, üçüncü B-dir. 1A, 2C, 3B, C variantı. Kursor növbəti abzasa keçirmək üçün hansı düymə? Eləcə Enter basısınız. Sadəcə Enter basısınız, növbəti abzasa keçir. 5-ci. Kursor növbəti səhifəyə keçirmək üçün Ctrl-Enter basılır. Yəni, B variantı doğru cavabdır. Ctrl-Enter. 6. Hansı düymə kombinasiyası kursordan sənədin sonuna qədər seçim edir? Kursordan sənədin sonuna, demir sətrin sonuna. Sənədin Ctrl-Shift-End basmaq lazımdır. C variantı doğru cavab variantıdır. 7. Word 2019-da yazı yazarkən Enter düyməsinin sıxılması nəyə bildirir? Arkadaşım, Enter'i basanda yeni abzas yaradılır. Abzasın əvvəlini deyə bilərik. C variantı. 8. Word 2019 proqramında kursoru yeni sətrə keçirmək üçün hansı düymə? Bayaq dedik. Yeni sətr. Ctrl-la
Daha doğrusu shift ilə enter basılmalıdır. Shift enter E variantı. 9. Əgər səhvə yol verilibsə, Word-də düzgün olmayan əməliyyatı Ctrl-Z ilə ləğv edə bilərik. Ya da Quick Access Toolbar-da undo əmri ilə. Yəni 1 və 4 doğrudur A variantı. 10. Word-da aşağıdakı hansı düzgündür? Sətri qeyd etmək üçün sətrin başlanğıcında sıçanın sol düyməsini sıxıb saxlamaqla sona qədər sürüşdürmək. Bu sətri seçir. Bu doğrudur. Doğru olmayan seçməliyik. Sətri qeyd etmək üçün sətrin istənilən yerində sıçanın sol düyməsini 2 qat sıxmaq. Sıçanın sol düyməsini 2 qat sıxanda söz seçilir. Sətr seçilmir. Ona görə B variantı nədir? Yanlışdır. Elə səhv olan da budur. 11. Klaviaturadan Ctrl-A düymələr kombinasiyası basıldıqda nə baş verir? Bütün mətn seçilir. Yəni mətn tamamilə qeyd olunur. B variantı. 12. Klaviaturadan Home düyməsinə basdıqda kursor yerini hara dəyişəcək? Home düyməsi basıldıqda sətrin əvvəlinə keçir kursor. 13. Word proqramda klaviaturadan Ctrl-Enter düymələr kombinasiyası basıldıqda nə baş verir? Kursor növbəti səhifəyə keçir. Deməli, yeni səhifəyə bölünür. B variantı. Mətn yeni səhifəyə bölünür. 14. Word-da klaviaturadakı End düyməsi nə edir? Kursoru cari sətrin sonuna keçirir. Yəni D variantı. 15. Save əmrin klaviaturada necə icra etmək olar? Təbii ki, Ctrl-S ilə. E variantı. 6. Çap əmrin klaviatura icrası hansı formadadır? Ctrl-P, print. 7. Aşağıdakı əmr icra edildikdən sonra Shift Ctrl sağ ol. Deməli, bir kursordan sağdakı bir söz seçiləcək. Kursordan sağdakı bir söz seçir A variantı. 18. Klaviaturadan backspace düyməsinin icrası zamanı kursordan soldakı simvol silinir. Kursordan solda bir simvol silinir. Əgər bir dəfə basıbsanız. Shift page up, shift page down əmrləri nə üçün istifadə edilir? Demək arkadaşım, shift page up, shift page down əmri bir ekran səhifəsi yuxarı və bir ekran aşağı mətn sahəsini seçmək üçün istifadə olunur. Yəni D variantı. Bir ekran qədər. Sonra 20. Backspace və Delete düymələrin uyğun vaxt təyinatı nədir? Backspace kursordan sola doğru silir. Delete isə kursordan sağdakı simvolları silir. Solla sağın yeri diqqətli olun E variantı olacaqdır. A-da əvvəl sağı, sonra solu veribdir. Amma E variantda solu, sonra sağı verib. Ona diqqət edək. 21. Obyektlərin sürətini mübadilə buferinə köçürmək üçün kopya əmrindən və ya Ctrl-C klaviatura kombinasiyasından istifadə edilə bilər. Yəni D variantı. 22. Ctrl düyməsi basılı saxlanılaraq cümlənin içində mausun sol düyməsi ilə bir dəfə vurmaqla nə baş verir? Ctrl basılı saxlayıb cümlənin içində mausun sol düyməsini bir dəfə vuranda cümlə seçiləcəkdir. Yəni D variantı. 23. Drag and drop texnologiyası nə üçün istifadə edilir? Drag and drop texnologiyası nədən ötürü istifadə olunur? Obyektin yerini dəyişmək və sürətini çıxartmaq üçün E variantı. 24. Klaviaturanın hansı düyməsindən istifadə kursordan sonrakı simvolu silmək mümkündür? Kursordan sonrakı, yəni sağdakı simvoldan delete ilə kursordan sonra gələn simvol silir. Klaviaturanın hansı düyməsindən istifadə kursordan əvvəlki simvolu? Bu da backspace-dir. Bu da C variantı. 26. Kursoru bir səhifə yuxarı, bir səhifə aşağı aparmaq üçün hansı klaviatura kombinasiyasından istifadə olunur? Ctrl page up, Ctrl page down. Bir səhifə yuxarı, bir səhifə aşağı aparmaq olar bununla. 27. Bəzi mətn elementlərin seçilməsi üzrə uyğun olmayandır. Bir söz sola seçmək istəyirsənsə də Ctrl Shift sola ox, yəni 1C. Sonra sətrin sonuna gələndə qədər seçmək istəyirsənsə də Shift End olur. Sənədin əvvəlinə Ctrl Shift Home. Demək 1C, 2A, 3B olmuş olur. Doğru cavabımız D variantıdır. 28. Bütün mətn sayəsinin seçimi üçün istifadə edilən variantlardan hansı səhv verilir? Arkadaşım,
Demək, bütün mətn sahəsini seçirsə də klaviaturada Ctrl A bu işi görür. Editing qrupunda Select All bu işi görür. Səhifənin sol kənarında 3 dəfə basmaq bu işi görür. Mətnin daxilində 3 dəfə basanda ancaq abzas seçir. D variantı bu işi görə bilməz. 29. Bütün mətn sahəsinin seçimi üçün istifadə edən variantlardan hansı düzgün verilir? Shift A deyil. Mouse'un sağ düyməsi 3 dəfə deyil. Səhifənin sol kənar hissəsinə mouse'un sol düyməsini 3 dəfə vurmaq bu düzdür. Üçüncü uyğun gəlir. Mətnin daxilində deyil, mətn daxilində deyil. 30. Abzası seçmək üçün istifadə olunan variantlardan hansı düzgün verilir? Səhifənin sol kənar sahəsinə 2 dəfə, kursor amma abzasının içərisində olanda isə 3 dəfə. Demək, kursor mətnin daxilində olduqda mouse'un sol düyməsini 3 dəfə vurmaqla. D variantı doğru cavab variantıdır. 31. Mətndə hər hansı bir sözü seçmək üçün istifadə edilən variantlardan hansı düzgündür? Hər hansı bir sözü seçmək istəyirsənsə də mouse'un sol düyməsini 2 qat sıxmaq lazımdır. Yəni B variantı. 32. Sətrin sonuna gəlmək üçün klaviaturadan hansı düymələr istifadə edilir? Sətrin sonuna End düyməsindən gəlirik. Mətn redaktorunda yazılmış aşağıdakı nümunə üzərində 3 dəfə delete, 1 backspace düyməsi sıxdıqdan sonra hansı ifadə alınacaq? Mətn redaktorunda deməli kompüter ifadəsi var. 3 dəfə delete basanda put nə olacaqdır? Silinəcək. Bir backspace isə nədir? M-i siləcək, query qalacaqdır. Query də C variantındadır. 34-cü sualda deyir, mouse qurğusunun sol düyməsini istənilən sətrin önündə boş sayda 2 dəfə ardıcıl sıxanda abzas seçilir. Deməli, sətrin olduğu abzas seçilir. D variantı. 35. Əgər mətnin böyük bir abzası kiçik əvəzən böyük hərflə yazılmışsa, səhvi düzəltmək üçün hansı əməliyyat daha sərfəlidir? Həmin abzası seçirsiniz, Shift F3 kombinasiyasını müvafiq sayda istifadə edirsiniz. 36. Mətn faylında axtarış aparmaq üçün istifadə edilən klavişlər hansılardır? Mətn faylında axtarışı Ctrl F ilə edirik. Word-də kəsmək əmri axırıncı icra olunan hərəkəti ləğv etmək əmri hansı klaviş kombinasiyasına uyğundur? Kəsmə əmri Ctrl X-dir, axırıncı əmri ləğv etmək də Ctrl Z-dir. Demək, B variantı olur. 38. Faylı çapa vermək üçün klaviaturadan hansı əmrdən istifadə olunur? Ctrl P, D variantı. 39. Mətnlərin yazılışına End düyməsi vasitəsilə kursoru hansı vəziyyətə gətirmək olar? Əlbəttə, sətrin sonuna gətirmək olar. 40. Mouse qurğusunun sol düyməsi cümlədə istənilən hərfin üzərində saxlayıb Ctrl düyməsi ilə birgə sıxdıqda nə baş verir? Cümlə seçilir. Deməli, D variantı. Ctrl Enter kombinasiyası kursoru növbəti səhifəyə keçirir. Növbəti vərəqə D variantı. 42. Redaktorda yazılmış aşağıdakı fraqmentə kursorun göstərilən vəziyyətində backspace düyməsi 2 dəfə, N1 saxlanılacaq, boşluqla silinəcək. Delete düyməsi də 3 dəfə basılır, spor silindi. NBRT olacaq, NBRT. Yəni A variantı doğru cavab variantı olur. 43. Word 2019-da mətnin bir abzasını seçmək üçün nə etmək lazımdır? Sol düymə abzasının içərisində abzasdan solda mouse'un sol düyməsini 2 dəfə sıxmaq. Sol düyməsini nədir? 2 dəfə sıxmaq abzasının seçilməsi anlamına gəlir. Deməli, burada da B variantı aldıq. Arkadaşlar, burada başqa sualımız yox idi ki, bu mövcud olanlardan dediklərimdə. Ancaq buna vermişdim. Bəli, mən bunları işləmişəm. Hə. Anlaşıldı mı? Hamısı düzdürmü? Səhvim var, amma çox deyil. Hə, yaxşı. Deməli, bunları bildik. O zaman nə edək? Deməli, o birisi suallara baxaq da. Oradan birazca da yoxlana biləcək suallar var. Deməli, belə.
İnformatikadan. Sualların nömrəsi neçə idi? Word 4 idi. Birində Word 4 yazılmışdı. Birində başlıca 27 idi, eləmi? Təkrar suallar burada çoxdur. Ona görə də rahat olacaq. Siz suallarınızı verə bilərsiniz. Ekranda paylaşım. Deyin görək. Bu neçə dənəlik testdir müəllim? 25 yoxsa 27? Bu 27-dir. Başı göydü. 27, 11. 27, 11. Bax, 11-də deyir, yazılmış mətnin bir cümləsinin hərflərini böyük hərflərə çevirmək üçün nə etmək lazımdır? Cümləni seçirsən, düzdürmü? Deməli, bundan sonra nə edirsən? Bir cümləsini. Müvafiq sayda Shift F3 basırsan, E variantı. 10. 10. 10. Hansı əmrdən istifadə etmək Word sənədə hər başlığı altında olan mətni ayrıca fayl kimi saxlama outlining. Müəllim 12-ni mən başa düşmədim. Bu hərflərin görünməsi də ya altdan istifadə edilir ya da F10-dan. Bax görsünmü? Faylın üstünə F, home'un üstünə H, insert'ün üstünə N. Bu yazılanlar deyir necə ortaya çıxır. Deməli klaviaturadan Alt düyməsini ya da ki F10 düyməsini basanda bu olur. Sonra 14. hə, 14. Word proqramında ekran səhifələrini vərəqləmək üçün klaviaturada hansı düymədən istifadə edilir? Page up, page down. Hə, vərəqdə page up, page down. Sonra 15. 15. Word mətn prosesində Shift F3 kombinasiyası nə edir? Shift F3 registr dəyişir də, yəni sözləri böyük, kiçik edir. Hərfləri böyük və ya kiçik edir. C variantı. Sonra next question'ınız arkadaşlar. Ne oldu? Sual gelmir. 18. Vermiş alətin funksiyası nədir? Bu orfoqrafik, yəni orfoqrafik səhvlərin tapılması üçün istifadə olunur da. Sonra burada sualınız bitti yoksa utanırsınız vermeye. Arkadaşlar sualınız varsa verin. 21. Neçə? Bir de 23. 20. Word proqramda qrammatik səhvlər, qrammatik göy düz xəttlə göstərilir. Yəni D variantıdır. D-dir. 23-də kursordan sağa bir söz keçmək üçün. Bax, seçmək demir, ha, keçmək deyil. Kursordan sağa, kontrol sağa ox olacaq. Yəni A variantı. Sonra sualımız var mı? Onda keçək bu tərəfə. Deyin görün burada nə var, nə yox. 5. 5. Baxaq. Word 2019 mətn prosesindən mündərcat yaratmaq üçün istifadə edilən əmr hansıdır? Mündərcat Table of Contents əmridir.
C variantı. Table of contents. Sonra neçə baxırıq? 16. 16, 15. 15. Shift page up, shift page down. Az öncəki sualdır. Dedim. Bir ekran yuxarı, bir ekran aşağı mətn sayəsini seçmək üçündür. Dinozavr variantı. Sonra 19. Buna dedik. elə backspace. Nə edirdi? Kursordan soldakı bir simvol silirdi. Sonraki sualımız 20. 20. Etiketlərin yaradılması və çapı üçün A variantı. Etiketlər budur. Labels işlər. Bəyək də var idi. Sağ ol. Hə, Bəli, bildim. bəli. Yirmi beş. Mouse kursunun sol düyməsini istənilən sətrin önündə boş sayda 2 dəfə ardıcıl sıxanda nə olur? Abzas seçir. Həmin sətrin olduğu abzas seçir arkadaşım. Bunları bildik mi? Bildik, bildik. Evet. Dinlənmirlər, danışmırlar. O zaman gəlin Word açaq. Word açaq. Bugün Word-la bağlı sonuncu fayl tabı ilə məşğul olacağıq. Bu arada fayl lent tabı deyil. Gördüyünüz kimi faylı basanda Backstage View açılır. Deməli, fayl düyməsinə basanda açılan rejimə biz nə deyirik? Backstage View. Backstage View. Backstage View-da Home-un nə olduğunu bilirsiniz. Sənədi belə deyim də. Ümumiyyətlə Word proqramı açanda birinci açılan kateqoriya məhz Home kateqoriyasıdır. Buradan New bölməsindən yeni sənəd yarada bilərsiniz. Aşağıda isə siyahımız var. Recent, bir də Pinned. Pinned bizim sancaqladığımız sənədlərdir. Recent isə axırıncı açdığımız sənədlərdir və bunlardan hər hansı birini təkrar aça bilərik. New bizi şablonlara götürür və siz mövcud şablonlardan hər hansı birindən istifadə edib sənəd təşkil edə bilərsiniz. Open bizi mənbələrə götürür ki, buradan istifadə eləməklə biz belə deyim də mövcud sənədləri aça bilərik. Info kateqoriyasında qruplar var. Document, protect document, sənədin qorunması. Always open, read only. Arkadaşlar, sənədə əgər read only biz vermişiksə də, bu sənəd nə olacaq açılanda? Hə, read only atributu ilə açılıbdırsa da, nə baş verir? Yalnız oxumaq üçün. Onda nə edə bilərik, nə edə bilmərik? Çapa verə bilmərik. Yox, qodunu verərik. Yoxsa hə, çapa verə bilərik. Yalnız oxumaq üçündür. Nə edə bilmərik dediniz də müəllim Bəli. sualınız? Hə, üstündə düzəliş edə bilmərik. Düzəliş edə bilərik. Nə edə bilmərik? Bilmədim canım. Baxın, üstünə də düzəliş edəndən sonra həmin adını yadda saxlaya bilmərik. Yəni çapa da Aha. verərik, üzərində dəyişiklik edə bilərik. Nə bilim, içində nə isə də silə də bilərik. Amma yadda saxlamaq istəyəndə deyəcək başqa adla yadda saxla. Bu orijinal sənəddir, buna deyə bilməzsən. Çünki read only açılıb. Yaxşı. Encrypt is password var. Bu nədən ötürüdür? Sənədi parolla mühafizə etmək üçündür. Elədirmi? Bu nə edir? Bunu seçəndə biz nə edirik? Sənədi açmaq üçün parol yazmalı olur. Yəni sənəd qorunur. Nə vaxt açmaq istəyiriksə də o zaman bizdən parol tələb edir. Sonra var restrict editing. Arkadaşım bunu keçən dərsdə şərh eləmişdim. Restrict editing nə üçün istifadə olunur?
Restrict editing nə üçün istifadə etmişdim keçən dərsimizdə? Ey oxuyan millətim, deyin görüm. Bir adam dillənmədi. Aybəd heç olmasa deyin ki, bilmirəm. Restrict editing redaktəni məhdudlaşdırırdı. İki dənə imkan vardı orada. Biri vardı formatting restriction. Formatlaşdırmanı məhdudlaşdırdı. Məsələn, yazını qızarda bilmirdik, göyərdə bilmirdik, bozarda bilmirdik. Bir də var idi ki, nədir? Redaktəni məhdudlaşdırdı. Restrict editing. Onda onu seçəndə nə baş verirdi? Yazını silə bilmirdik, yeni yaza bilmirdik. Buradakı restrict editing elə review'dakı restrict editingdir. Buranı görürsünüz. Formatting restrictions, editing restrictions. Göz fayldan bizi atdı hara? Review'a. Davam edirik. Burada var restrict access. Bu nədən ötürüdür? Deməli, bu təbii ki, əvvəlcədən deməli hüquqların idarə olunması serverlərinə qoşulmaq tələb edir və biz beləliklə insanlara, kimlərə bu sənəd üzərində dəyişiklik etməyə, kopyalamağa, çap etməyə icazə verəcək, kimlərə yox, onu müəyyənləşdiririk. Bir də var add a digital signature. Elektron imza əlavə etmək. Bu elektron imza nə üçündür? Belə deyim, elektron mühitdə, internetdə, şəbəkədə faylımızın müəlliflik hüquqlarının qorunmasından ötürüdür. Yəni, kimsə onu mənimsəyib deyə bilməsin ki, bu mənə aiddir. Biz onun üzərində hüquqlarımızı tanıtmış oluruq elektron imza əlavə eləməklə. Bəs Markov Final nədir? Sənəddə istifadəçilərə siz mesaj vermiş olursunuz ki, bu cür işarələməklə bu sənəd son versiyadır. Yəni, bunu daha indən sonra dəyişə bilməyəcək, dəyişməyəcək. Yəni, bu layihə deyil, bu son versiyadır. Sonraki qrup inspect document. Inspect documentdə 3 əmrimiz var. Inspect document, check accessibility, check compatibility. Bunlar nədir? Sənəddə gizli xüsusiyyətlərdir, şəxsi məlumatlardır. Onların olub-olmadığını yoxlayır. Çünki niyə? Sən birdən paylaşarsan bilməmiş, şəxsi məlumatların ellə bir olar. Check accessibility fiziki məhdudiyyətli şəxslərin bu sənəddən istifadə etmə imkanlarını yoxlayır ki, onlar üçün uyğundur yoxsa yoxmu? Check compatibility isə deməli əvvəlki Word versiyalarla uyğun olub olmadığını yoxlamaq üçün istifadə olunur. Manage document hissəsindən recover unsaved documents, yəni yadda saxlanılmamış sənədlərin bərpa olunması. Bəzən olur ki, iş gördüyün yerdə işıq söndü, nə oldu? Sənəd yadda saxlanılmadan sənəddən çıxıldı. Bax, o zaman onları bərpa etməyə imkan verir. Ondan sonraki bölmə save bölməsidir, arkadaşım. Save düyməsinə basdıqda, save əslinə qalsa nədir? Sənəddə edilmiş dəyişikliyi yadda saxlayır. Bu əmrdir. Bu arada. Burada fayl tabında əmrlər var, bir də kateqoriyalar. Bax, save əmrdir. Close əmrdir, options əmrdir. Qalanlar kateqoriyadır. Deyəcəksiniz, məsələn, save-i bassam, bu gəlib save əzə düşür. Bunun sirri nədir, arkadaşım? Normalda save-i basanda sənədin özünə qayıtmalıdır. Burada niyə save əzə keçir? Çünki bu sənədi ümumiyyətlə diskdə saxlamamışam. Təzə açdığım bir sənəddə. Görürsünüzmü? Ad da qoymamışam. Yəni, durur burada document one word. Ona görə də əgər sənədi hələ ki kompüterin yaddaş kursuna, xarici yaddaşına saxlamayıbsansa, RAM-dadırsa da, save-i basanda onsuz da sənin save as-a tullayacaq. Save as nə üçün istifadə olunur? Sənədə ad vermək, yaxud adını dəyişmək, sənədin tipini təyin etmək və sənədin yerini təyin etmək ki, hansı kataloqda yerləşəcək. Eyni zamanda yadda saxlayarkən biz onu parolla mühafizə də edə bilərik.
Bu hal-hazırda OneDrive-da saxlanacaq. OneDrive-ın üstün tərəfi nədir? Bulut xidmətidir. Orada saxlanılan sənədlərə başqa yerlərdə, başqa kompüterlərlə də girib, nədir? Əgər öz hesabınız həmin kompüterdə varsa da baxa bilərsiniz. Share Options bu paylaşım imkanlarıdır. Word sənədini belə deyim, birgə iş üçün paylaşmağa imkan verir. Sonra burada var, deməli, other location bu nədən ötürü? Yadda saxlayanda harda saxlayır? This PC cari kompüterdə, add a place isə bizə imkan verir digər bulut xidmətlərinin imkanlarından istifadə edib onları da saxlayır. Browse nədir? Browse klassik olaraq Save as pəncərəsini açır. Bu pəncərədən biz yuxarıda gördüyünüz adres bardan istifadə edib harda saxlayacağımızı müəyyən edə bilərik. Bu arada onu deyim ki, Save as pəncərəsi modelə son vaxtlarda düşür və ona görə də diqqətli olun. Hətta bununla bağlı 2 ildə qəbulda sual olub. Ardıcıllıqla ki, sənədi yadda saxlayanda necə olacaq? Sonra sənədi seçəndən, hansı qovluqda saxlayacağınızı seçəndən sonra, əgər onun içərisindən qovluq yaratmaq lazımsa, New Folder basırsınız. Yeni bir qovluq yaranır. Ondan sonra fayla ad verirsiniz. Məsələn, adını qoyursunuz Kəramət Kiçik Səhra. Məsələn, Kəramət Kiçik Səhra. Sonra qoyursan Save as Type. Save as Type nədir? Deməli, tipini seçsən. Məsələn, Word-da hansı genişlənmələr var? DocX genişlənməsi. Document kimi seçəndə DocX genişlənməsinə yadda saxlanacaq. Sonra Word Macro Enabled Document, yəni makroslu Word. O da DocM kimi saxlayacaq. DocM. 97-2003 dokument onda doc kimi saxlayacaqdır. Word template verəndə .x kimi saxlayır. Macro enabled deməli template verəndə .m kimi saxlayır. Yox, Word 97-2003 template verəndə eləcə dot genişlənməsindən saxlayır. PDF verdi, PDF, XPS verdi, XPS. Single web page verdikdə onu MHD formatında saxlayır. Ondan sonra web page falan verəndə olur HTML formatında saxlanır. RTF, Rich Text format. Başqa Word-un əvvəlki versiyaları, başqa mətn prosesorlarını açmağa imkan verir. Plain text, TXT genişlənməsindən saxlayır. Amma burada formatlaşdırmalar falan itir, şəkillər itir. O mənada çox diqqətli olmaq lazımdır ki, bu genişlənmə ilə versiniz, ancaq mətnin məzmunu saxlanılacaqdır. Formatlar zətlər saxlanılmır. Və burada digər bunun kimi fayl formatları da var. Gördüyünüz kimi XML formatlarında saxlaya bilər. Bunlar əsasən strukturu yadda saxlamaq üçün istifadə olunan xüsusi kodlardır, XML-lər. Beləliklə, buradan tipi təyin etdiniz. Save as type. Sonra authors, müəlliflər təyin oluna bilər. Taglər təyin oluna bilər. Və siz burada tools deyilən bir siyahı var. Orada general options deyilən bir imkan var. General optionsdan buna password to open verməklə açmaq üçün parol qoya bilərsiniz. Password to modify verib dəyişdirmək üçün parol qoya bilərsiniz. Deyəcəksiniz ki, bəs map network drive nədən ötürüdür? Şəbəkə diskinin qoşulması üçün olan bir imkandır. Yəni, əgər bir neçə dənə kompüter bir şəbəkədə birləşibsə də, digər kompüterlərin də bu sənəddən istifadə etməyinə imkan vermək istəyirsinizsə də, hər hansı bir qovluğa bunu saxlayanda həmin qovluğu şəbəkə diski kimi yadda saxlaya bilərsiniz. Görəcəksiniz ki, qovluğunuz artıq Z diski, X diski, Y diski, əlbəttə sizin seçiminizdən sonra adlandırılmış olacaqdır. Və qovluğunuza şəbəkədə ayrıca bir baş kataloq kimi baxılmış olacaq. Bu ondan ötürüdür. Sonra burada var Save Options, yadda saxlama parametrlər. Word Options pəncərəsinin Save kateqoriyasını açır və sənədin hansı formatda saxlanılması, 10 dəqiqədən bir avtomatik yenidən belə deyim, dəyişiklərin yadda saxlanılması və sair kimi burada yadda saxlama funksiyalarını sazlamaq mümkündür.
Ondan sonra var Web Options. Web Options kimi verib, əgər internet səhifəsi kimi yadda saxlayacaqsınızsa da, orada şəkillərlə bağlı, fayllarla bağlı, browserla bağlı deməli sazlamaları aparmaq mümkündür. Bir də Compress Pictures var. Bu şəklin ölçüsünü yığcamlaşdırmaq üçün istifadə olunur. Məsələn, siz tutaq ki, bir şəkli Word sənəddən yerləşdirəndə onun kənar tərəflərini dediyimdə kəsmisiniz. Word-də kəsmisiniz. Ya bu yaddaşda qalırmı? Təbii ki, qalır. Amma siz Compress Pictures'da Delete Cropped Areas of Picture seçimi edib OK basası olsanız, sənədi yadda saxlayanda təkrar, sənədə həmin o şəkillər ki var, tutaq ki 5 nəfər dost bir yerdə harasa gedirsiniz gəzməyə, oradakı dostlardan birindən sonradan küsübsüz, onun şəklini qoyubsuz bir kənara, digər dördünü nə edibsiniz? Kəsib saxlayıbsınız. Beşinci də saxlanılır orada, amma bu dediyim əməliyyatı, yəni Compress Picture icra edib, oradan da Delete Cropped Areas of Picture seçəsi olsanız, bax bu məsələniz həll olunmuş olacaq. Nəsə, davam edək. Print çap kateqoriyasıdır və bugünkü dərsimizin canı buradır. Yəni, əsas məsələmiz buradadır. Burada birinci print düyməsi printerə göndərmək üçündür. Copies neçə kopya, neçə nüsxə çıxacaq onu təyin etmək üçündür. Printerin seçilməsindən ötürüdür. Settingsdə var. Print all pages. Bütün səhifələri çap edir. Burada var print selection. Seçilmişi çap edir. Yəni, təsəvvür edin ki, bir səhifə yazınız var, bir abzası seçmişsiniz, ancaq seçdiyiniz abzas çap olunacaqdır. Səhifənin digər hissələri çap olunmayacaq. Print current page. 100 səhifəlik sənəddir, kursorunuz 5-ci səhifədədir. Bunu seçəndə ancaq 5-ci səhifə çap olunur. Custom print. Təbii ki, burada type specific page, sections or ranges. Yəni, diapazonlar, bölmələr, ya da səhifələri yazırsınız, onlar çap olunurlar. Və biz əlbəttə ki, heç bir seçim etməkdir. Məsələn, print all pages, whole thing vermişiksə də, zaten tutaq ki, sənədimiz 40 səhifədən ibarətdir, 2 kopya vermişik, print basanda 40 səhifədən 2 nüsxə çıxacaqdır. Amma siz belə bir işdə görə bilərsiniz. Deməli, burada var only print odd page, tək səhifələr çap edir. Məsələn, 40 səhifə sənəddir, 1, 3, 5, 7, 39-a qədər belə çap edəcəkdir. Sonra var only print even page. Bu da cüt səhifələr çap edir. Məsələn, 1-ci səhifə, 3-cü səhifə 5 yox, 2, 4, 6, 8, 10. Bax, bu şəkildə səhifələri çap edir. Deməli, belə. Page hissəsində siz səhifələri bu şəkildə yaza bilərsiniz. Məsələn, sizə lazımdır 2-dən 5-ə qədər bütün səhifələr çap olunsun. Sonra çap olunsun 9-cu səhifə. Burada vergülü qoymadım. Sonra çap olunsun 14-cü səhifə. Sonra isə 17-dən 20-yə qədər çap olunsun. Bu halda nə edirsiniz? 2-5, 2-dən 5-ə qədər ardıcıl çap olundu. Vergül 9, 9-cu səhifə çap olundu. Vergül 14, 14-cü səhifə çap olundu. Vergül 17-20 nə olacaqdır? 17-dən 20-yə qədər də ardıcıl çap olunacaq. Sonra çap edərkən, arkadaşım, burada var. Bu heç vaxt düşməyib, amma bu da mümkündür. Burada çap edərkən S və P hərflərindən də istifadə edə bilərsiniz. O nədən ötürü istifadə olunur? S-lər section'ı bildirir. P-lər isə səhifəni bildirir. Yəni, siz çap edərkən bu cür imkandan istifadə edirsinizsə də, o zaman baş verən olay nə olmuş olur? Hansı bölmənin hansı səhifəsi çap olunacaq? O təyin olunmuş olur. Print one-sided verəndə bir üzlü çap olunur sənəd. Print on both sides verəndə 200-lü çap olunur. Bu da nə deməkdir? Tutaq ki, 6 səhifəlik bir sənədiniz var. Print one-sided verəndə tutaq ki, bunu 2 kopya verirsiniz. 6-nı 2-yə vurub 12 dənə vərəq işlədir. Çünki hər BDM-də ekzemplyar üçün 2 vərəqiniz gələcək. Yox. Əgər print on both sides verirsinizsə də,
O zaman 2 kopya verəndə 6 səhifə sənəddə yenə 6 dənə vərəq işlənəcək. Niyə? Çünki bir dənə vərəqin 2 üzünə də çap eləyəcək. 3 vərəqi birinci kopya üçün istifadə edəcək. Birdən 6-ya qədər səhifələr çap etmək məqsədi ilə. İkinci kopyanı da ki, digər 3 vərəqə çap eləmiş olacaq. Başqa burada nə var? Collated, bir də uncollated. Collated çapla uncollated çapın fərqi nədir? Tutaq ki, sənədiniz 5 səhifəlikdir. Siz də veribsiniz 2 kopya. Collated veribsinizsə də 1-dən 5-ə qədər səhifələr çap olunur. Birinci kopya tamamlanır. Sonra yenə 1-dən 5-ci səhifəyə qədər səhifələr ardıcıl çap olunur. İkinci kopya tamamlanır. Yəni nə etdi? Kopya çap elədi. İkinci bir tərəfdən print deməli collated yox, uncollated veribsinizsə də 2 kopya 5 səhifə sənəddir. Əvvəlcə birinci səhifədən 2 kopya çap edəcək. Sonra keçəcək ikinci səhifədən 2 kopya çap edəcək. Sonra üçüncü səhifədən ta ki 5-ci səhifəyə qədər bu davam eləyəcəkdir. Collated, uncollated yəqin ki sizə aydın oldu. Portrait orientation verəndə səhifə düzünə kitab formatına çap olunur. Landscape verəndə eninə albom formatına çap olunmuş olur. Burada isə size deyilən bölmədən səhifə ölçülərini seçə bilərsiniz. Yəni çap edəcəyiniz şey letter formatına mı, tabloid formatına mı, legal statement, executive. Bax burada formatlardan hansına uyğun gəlsə də ondan çap edə bilərsiniz. Burada bir şey də var. Custom margin boşluqlardır. Təbii ki, bax bu gördüyünüz işləri, yəni buradan ölçünün seçilməsi, buradan boşluğun seçilməsi, bunu layout tabından da yerinə yetirə bilərsiniz. Amma nədir? Bu eyni zamanda print kateqoriyasında, file tabı print kateqoriyasında da mövcuddur. Bir də var one page per sheet, two page per sheet. Bu nə deməkdir? Two page per sheet verəndə vərəqin bir üzünə 2 dənə səhifə çap edir. Məsələn, sizin 5 səhifəlik sənədiniz varsa da, bir üzə 2 səhifə çap edəcəksə, sizin 3 vərəqiniz gedəcək. Niyə? Çünki birinci, ikincini birinci vərəqə çap edir, üçüncü, dördüncünü ikinci vərəqə, beşinci isə nədir? Üçüncü bir vərəqə çap edəcək. Yox, əgər siz həm də two page per sheet ilə yanaşı, deməli, print both sides verirsiniz. Print on both sides verirsiniz. Bu halda nə olur? Bir vərəq 200-lüdürsə də və hər üzündə 2 dənə vərəq götürürsə də, deməli 4 dənə səhifəni bir vərəq özündə cəmləşdirəcək. Sizə 5 səhifəlik sənədiniz var. Bu parametrlərlə çap edəndə nə olacaqdır? Təbii ki, bizim 2 dənə vərəqimiz istifadə olunacaq bir kopyada. Yəni 5 səhifəlik sənədiniz var, amma 2 vərəq səndən tələb olunmuş olacaq çap zamanı. Səbəb də nədir? Bir daha deyirəm. Burada səhifələri yazandan sonra two page per sheet, bir də manual print on both sides. Buna çox diqqətli olun. Yəni məsələn bir üzdə 4 səhifə varsa da, yəni print on both sides versənsə də, bir vərəqin 8 dənə səhifə maksimum kapasitəyə malik olur. Bəs başqa nə var? Başqa deməli burada var scale to paper size. Səhifə ölçüsünü miqyaslaşdır. Məsələn siz A4-də yığdığınız sənədi A5-ə miqyaslaşdıra bilərsiniz. Deyəcəksiniz, bəs onda buradakı A5 nədən ötürüdür? Əgər oradan miqyaslaşdıra bilirik. Arkadaşım, bu nə edir? Sənəddə nə şəklin ölçüsünə dəymir, nə yazın ölçüsünə dəymir. Sadəcə olaraq nə edir? Götürüb həmin ölçü ilə, həmin razmerlə sənədi A4-dan A5-ə çevirir. Yəni şrift 12 şriftdəydirsə A4-də, A5-də də 12 şrift olur. Şəklin eni 10 sm idisə də A5-də də 10 sm olmuş olur. Yox, əgər siz burada scale-dən istifadə edirsinizsə, məsələn A4-də yapısınız, A5 bastınız. Bu zaman A4 ilə A5-in arasında belə bir fərq var ki, A4 A5-in bir 141%-dir.
Hardasa 1.4 dəfə fərq var. Bu da nə deməkdir? A4-dəki ölçüləri 1.4 dəfə azaltmaqla A5 vərəqə çap edəcək. Məsələn, şəklimiz tutaq ki, 14 sm eni var idi. İndi 10 sm çap olunacaqdır. Onun kimi də deməli ki, şriftlərin hündürlüyü eni, yəni şriftlərin ölçüsü. Bax, scale-la nəyin sadəcə şrift ölçüsünün, şrift yəni səhifə ölçüsünün seçilməsi arasında belə bir fərq vardır. Ona görə də məsələn bizə belə bir parametr versə, tutaq ki, sənədimizdə 2-9 vergül 15 sonra 17-25 verilib və əvvəlcədən sizə bildirilir ki, burada seçilibdir even page. Burada da on both sides, burada da two page verilib. Hə, neçə dənə kopya sayda 3-dür. Neçə kopya tələb olunur? Biz baxırıq 2-dən 9-a qədər. Bayaq dedim, even page verirsən. Yəni cüt səhifələr. 2-dən 9-a qədər 2, 4, 6, 8, 4 dənə cüt səhifə var. 15 cüt səhifə deyil, 17 cüt səhifə deyil. 18, 20, 22, 24. 4 dənə də buradan çıxacaqdır. Deməli 8 dənə bizim cəmi cüt səhifəmiz var. İndi bir şey var ki, mən yola print on both sides vermişəm. 1/2, daha doğrusu 200-dür çap elə. Two page per sheet vermişəm. 2 vərəqi bir üzdə çap elə. Beləliklə bir dənə bizim A4 vərəqimiz hər üzdə 2 dənə sənəd olmaqla hər üzün deməli 200-lü çap olunacaq. Yəni bu sənədimiz 4 dənə səhifənin özündə cəmləşdirəcəkdir. Və sizin də burada 8 dənə səhifəniz olduğuna görə 4-ə böləndə 2 dənə vərəq istifadə olunmuş olur. Kopya sayda 3 olduğuna görə 2-ni də 3-ə vurursunuz. Eləyir nə? 6 dənə səhifəni, vərəqin lazım olması. Çünki bu cür suallar necə qoyurlar? Deyir ki, bu verilmiş parametrlər tənzimlənəndən sonra, yəni şəkildə göstərən parametrlər tənzimlənəndən sonra print düyməsini bassaz, printerə ən az neçə dənə A4 vərəq qoymalısınız ki, istədiyinizə çata biləsiniz. Bax, bu da onu göstərir. Sonra share kateqoriyası nədən ötürü? Bunu paylaşa bilərsiniz. Məsələn, e-mail vasitəsilə, sonra present online, yəni internet üzərindən təqdim etmək şəklində də, təqdimat şəklində də paylaşa bilərsiniz. Export qrupu var. Burada sənədi müxtəlif tiplərdə yadda saxlaya bilərik və eyni zamanda heç nə müxtəlif tiplərdə saxlamaq bilirsiniz, başqa yerdə də var. Hardaydı? Save as-daydı. Exportda ən qəşəng şey də bunu PDF Express formatında yadda saxlamaqdır. Sonra burada başqa bir əmr, close əmridir. Sənədi tam bağlayacaq deyə ona dəymirəm. Account hesab əmri də maraqlı bir şeydir. Burada nəyimiz var? Yəni öz istifadəçi hesabım haqqında məlumatlar yer alır. Sonra burada options var. Options nədən ötürüdür? Belə bir dialoq pəncərəsi çıxır bizim qarşımıza və buradan Word-ün ümumi parametrlərini sazlaya bilərsiniz. Ümumi parametrləri sazlamaq nədir? Məsələn, kiçik alət panelinin görünməsi, görünməməsi, bu kimi tənzimləmələr aparmaq üçün General-dan istifadə edə bilərsiniz. Şriftlərin canlı olaraq elə üzərinə gətirdikdə mətndə həmin şriftlərin dəyişməklə necə görünəcəyi haqqında sizə məlumat verə bilər. Bu, buradan tənzimlənir. Display vasitəsilə siz nə edə bilirsiniz? Deməli, sənədin hansı obyektlər çap oluna bilər? Məsələn, siz əllə düzəldilmiş şəkillərin çapının qarşısını ala bilərsiniz. Sonra səhifənin fonunu rəngləyibsinizsə də o fonun çap olunmasının qarşısını ala bilərsiniz. Bu şəkildə sazlama işləri var. Proofing
Orfoqrafiya, qrammatika ilə bağlı olan bir şeydir. Siz buradan yoxlama dilini seçə bilərsiniz. Ondan sonra yazı yazdığımız müddətdə yoxlayıb yoxlamamasını tənzim edə bilərsiniz, tənzimləyə bilərsiniz. Belə buranın işi də bundan ibarətdir. Copilotu gördüyünüz kimi elə belə seçdim. Copilot əslində qalsa nədir? Elə bil əvvəllər Cortana var idi Windows əməliyyat sistemində. Nə üçün idi? Səsli, virtual köməkçi idi. İndi Copilot çıxıb Cortana deprecate olunubdur və o bizə işimizi görməkdə kömək eləməlidir. Düzü özünə kömək lazımdır Copilotun, amma yenə də inkişaf edəcək yəqin ki bir neçə ildən sonra maraqlı bir asistanta çevriləcək. Save nədən ötürüdür? Arkadaşım, sənədin yadda saxlanması. Burada yadda saxlamaq üçün siz ilkin fayl formatını verə bilərsiniz. Dəyişiklik edilmiş informasiyanı neçə dəqiqədən bir avtomatik yadda saxlayacaqdır, onu müəyyənləşdirə bilərsiniz. Eyni zamanda sənəddə müxtəlif şriftlər istifadə edirsinizsə də şriftlərin sənədlə bir yerdə saxlanmasını da buradan tənzimləmək olar. Language dillə bağlıdır. İnterfeys dilinin dəyişdirilməsi yuxarıdan tənzimlənir. Aşağıdan isə sənədin yoxlanılma dilini tənzimləyə bilərsiniz. Accessibility hər dəfə vurğuladığımız kimi fiziki məhdudiyyətli şəxsdən kompüterdən istifadə imkanlarının artırılması üçündür. Advanced bölməsi qabaqcıl bölməsidir. Burada həm deməli display ilə bağlı, həm proofing ilə bağlı, həm language ilə bağlı, eyni zamanda erişə bilirliklə bağlı olan parametrləri buradan tənzimləyə bilərsiniz. Customize ribbon lentin fərdiləşdirilməsidir. Məsələn, biz buradan istifadə edib sağ tərəfdə new tab basmaqla yeni tab yarada bilərik. New qrup vasitəsilə tabın üzərində qruplar yarada bilərik. Necə ki, o vaxt eləmişdik. ISO tabını açaq, hamı görsün. Varsız ISO tabında Vüsalə qrupu, Müjgan qrupu, Könül qrupu, Aytəkin qrupu, Fatimə qrupu kimi 5 dənə qrupumuz var idi. Bunu vaxtilə eləmişdik. İndi də təzədən qabağımıza çıxdı. Kövrəldinizmi uşaqlar? Buradan bunun quşunu götürdüm, indi görünmür. Sonra var keyboard shortcuts. Customize basa bilərsiniz. Buradan isə müxtəlif əmrlərə sizə məxsus genişlənmə verə bilərsiniz. Klaviatur kombinasiyası verə bilərsiniz. Bu da çox maraqlıdır. Quick Access Toolbar nədən ötürüdür? Cəld müraciət paneli. Deməli, Word proqramında, file tabında Options qrupunun yox, Options əmrinin pəncərəsindən istifadə edib cəld müraciət panelinin elementlərində sazlamaq mümkündür. Baxsınızmı? Save, Undo, Redo hamısı buradadır. Addons qoşmalarından işləmək üçündür. Trust Center isə belə deyim, təhlükəsizlik və məxfiliyinin təmin olunması üçündür cari proqramımızın. Yəni, baxın arkadaşlar, Word-ün nəyi? File tabı bizə bax bu imkanlar təqdim edirmiş. Gördünüzmü? Yatıblar arkadaşlar. Uyusun da büyüsün ninni.